ümumi dünyada Vahid Azərbaycan məfkurasının liderlərindən hesab olunursunuz. Belə hesab edək ki, Güney Azərbaycan azad oldu. Onda Güney Azərbaycan azad olsa, oradakı durum necə ola bilər? Yəni, Farslardan ayrılma, Güney Azərbaycan azadlığı necə görürsünüz? Birinci, çox sağ olun. Birinci sualınızda, ikinci sualınızda bir dəfə dediniz ki, çox məşhur adam, indi deyirsiniz ki, böyük lider. Mən yox, mən sadə bir əskərliyimi yer yedirirəm. Mən siyasətin bir əskəriyəm və millətimin bir əskəriyəm. Millətimin bir siyasi əskəriyəm, deyək belə, bir siyasi əskəriyəm. Məsələnin o, ancaq baxışda mənim ki, mənim qədər bir tarixçi olduğum üçün, uzun müddət sosiologiya ilə məşğul olduğum üçün, o 10 illərlə, 20 illərlə millətin problemi ilə məşğul olduğu üçün, müəyyən məsələlər, kitablardan oxuduğum kitabların əsasında məndə fikirlər yaranır. O fikirlər onda yaranır ki, Azərbaycanın güneyi hökmən azad olacaq. Niyə? Niyə azad olmalı? Bu istəmirmi? İstəyir. Və niyə vermirlər? Necə olur azad olunur? Xalq qalxıb 1908-1911-12-ci illərdə Səttarxanın başı altında o da şəkildə bulmuşum. Elə. Onun, məsəl üçün, deyək ki, çox sağ olsun, Əjdər bəy gətirdi mənə deyəsən, dünən göndərdilər, Əjdər bəy burada orada gəldi. Səttarxan, bu bir simvoldur. Səttarxan ümumi sərdarı millidir. Yəni, bütün Azərbaycan türklərinin sərdarı millisidir. Balxanda saları milli. Yəni, millət gücünü toplayıb azad olur. Azadlığı qoyub meydana və İranda parlament yaradır. En göz azadları İranın parlamenti yaradır, əncümən yaradır, filan. Kim mani olur? Farsları buna güc çata bilərdi mi? Yox. O zamanki Qacar rejiminin buna güc çatardı mı? Yox, şah qaçmışdı. Şah qaçmışdı. Güc çatmadı. Qacar rejimində güc çatmadı. Və kim öyle daxildə? Rusya ilə Britaniya imperiyası, dünyanın iki böyük imperiyası. Gəldi Azərbaycanın üstünə, bunu boğdu, hərəkatımızı boğdu, azadlığımızı boğdu. Bu zamanda bu iki imperiyanın qabağını nəinki Azərbaycan, Almaniya kimi ölkə dura bilmirdi. İspaniyanı vurub darmadan edirdilər. Avstriya, Macaristan darmadan. Bunlar yəni nəhəngdilər də, bunlar elə belə ki, dövlətlər deyildi ki, bunların qabağında dura bilsin. Sonra geçti. Tez bir fasilə verməmiş, millət öz gücünü topladı. Azərbaycanın quzeyində Müsavat hökuməti yarandı, Məhəmməd Əminin başçılığında. Üstündən biraz geçməmiş, güneydə Xiyabanı başçılığı altında Azadistan dövləti yarandı. Kim yaradır bunu? Bu Azərbaycan Türkü. Bunun əlindən dövlətin alırlar, azadlığını alırlar, təzədən qalxır dövlət yaradır. Təsəvvür edin, oradan arabası 1912-ci ildə Səttarxan hərəkatı yatırılır. 18-ci ildə hərəkət qalxır. Cəm deyək ki, orada 6 il, az bir müddət içində, 6 il, 7 il keçməmiş xalq öz gücünü toplayabilir, değil mi? Bu xalqın daxili böyük azadlığa eşqi var və eyni zamanda daxili enerjisi var. Özünü toplayabilir. Topladı, aldı. Gene kim gəldi, yıxdı? Britaniya imperiyası, Rus hökuməti, Fars hökuməti də, Fars hökuməti yarandı, Britaniya hökuməti yarandı. İranın dəstəklərdən ora-bura məsələ düzəltdilər, yıxdılar. Və yıxan kim idi? İştirak edən kimdir? Güya Qacarlar. Qacarlar getdi. Yerinə gətirdilər Quldur Rıza xan. Yəni bu Rıza xanın adı, bu Rıza xanın özü də Rusiya ilə İngiltərənin birlikdə gətirdiyi adamıdır. Demək məsələ nədir? Türk, Azərbaycan Türkünü azadlığa buraxmamaq, dövlət yaratmağa buraxmamaq. Böyüklərdir, gücümüz çatır. Gəldi çıxartdı Pişəvəri hökumətini. Pişəvəri hökumətini kim yıxdı? Amerika, İngiltərə, Rusiya bir yerdə. Amerika, İngiltərə, Rusiya 46-cı ildə Pişəvəri hökumətini yıxanda Almaniya didik-didik idi. Buyursunlar. Bizlərə hökumətimiz vardı, hökumətimiz yıxılar. Almaniya elə dedilər ki, Almaniyada heç bir hökumət satı qalmır. Yəni bunlar böyük güclərdir. İndi niyə azad olmaq imkanı var? Nə üçün indi deyək ki, Xiyabanın hökumətinə, Pişəvəri hökumətinə və yaxud deyək ki, Məhəmməd Əmin hökumətinə gücü çatan Rusiya bugün bizə niyə çatmadı? Çünki o Rusiya deyir. O imperiya deyir. Getdi. Bəli. Britaniya imperiyası yoxdur. İkinci Dünya müharibəsindən sonra səhiyyadan çıxdı getdi. Yoxdur Britaniya müharibəsi, bizim müsəmçilər dağılır. İndi bu Azərbaycanın müstəqilliyini kim boğacaq? Hansı imperiya boğacaq? O imperiya yoxdur.
Çin imperiyada boğa bilməz, bura gəlməz. Hindistan imperiyada bunu boğa bilməz. Avropa dövlətləri demokratikdir bu işə. Yəni xalqı qan dəryasında boğa bilməz. Bizə mane ola bilərlər. Amma bir də var kütləvi qırmaq. 30 min birdən qırmaq, 50 min birdən qırmaq, 100 min birdən qırmaq. İndi 50 min, 100 min qırmaq mümkün deyil. Çox olsa 5-ci sonumuzu təzyiqən tutub azaqlar Təbrizdə həbsxanaya, gedək yataq. Onsuz da biz tutub duruq.